Türklər buna çukurbaş yılan deyir. Zəhəri insana ölümcül təsir göstərməyən bu ilan növü ölkəmizdə yayılmış kələz ilanıdır. Yarı zəhərli ilandır. İnsan üçün heç bir həyati təhlükəsi yoxdur. Dişləyərkən allergiya və bunun kimi xırda nəticələr verə bilər. Bu da zəhərsiz ilanlar kimidir. Başı və alnının ortasında və mərkəzdə çala var. Ona görə türklər buna çukurbaş yılan deyir. Quyruğu da nazik, uzun, gördüyünüz kimi. Və görünüşü, xarici görünüşü bu şəkildədir. İndi bu məni dişləsə belə mənə əks təsir göstərməyəcək onsuz. Sadəcə olaraq ki, yersiz yerə ilanın məni dişləməsi məncə çox mənasız bir hərəkət olar. İndi mən bunu təbiətə buraxıram, bu getsin və sizə tövsiyə edirəm ki, bildiyiniz, bilmədiyiniz ilanları məcburiyyət qarşısında qalmasanız öldürməyin. Get.